Üçüncü sinif Azərbaycan dili Körpü nəşriyyatından testlərin izahını verəcəm. Birinci testimizdən başlayaq. Feillərdən hansı nə etmişdi sualına cavab verir. Biz bilirik ki, nə etmişdi sualı feilin keçmiş zamanının sualıdır. Feillər hərəkət bildirən sözlər 3 zamanda olur. Keçmiş zaman, indiki zaman, gələcək zaman. Yatacaq, gələcək zamandır. Nə edəcək sualına cavab verir. Qalxdı, nə etdi? Qalxdı. Keçmiş zamandadır. Artır, nə edir? Artır, indiki zamandır. Bizdən deyir ki, nə etmişdi sualına cavab verirsin. Aparmışdı. Nə etmişdi? Aparmışdı. Doğru cavab olur. D variantı. Zamana görə hansı fərqlidir? Yarır, indiki zaman. Baxır, indiki zaman. Dartar, gələcək zaman. Yazır, indiki zaman. Fərqli olan oldu. C variantı. Uyğunsuzluğu müəyyən edin deyir. Köçdü, keçmiş zamandır. Doğrudur. Saxlayar, saxlayar. Ar, ər şəkisi qeyri-qəti gələcək zamandır. Bizdən deyir uyğunsuzluğu müəyyən edin. Burada yazıb indiki zaman. Saxlayar indiki zaman deyil. Sınmışdı, bəli, keçmiş zamandır. Başlayar, bəli, gələcək zamandır. Uyğunsuzluq olur. B variantı. Verilmiş xüsusiyyətlərə uyğun gələn feil hansı variantlardır? İnkardadır, gələcək zamandadır. İnkar yəni mamə şəkilsidir. İnkarda feillər mamə şəkilsi qəbul etməklə dəyişir. Bilər təsdiqdədir, gedəcək təsdiqdədir. Dalaşmır, inkardadır, amma indiki zamandadır. Bizə deyir gələcək zamanda olsun. Parıldamaz, bəli, qeyri-qəti gələcək zamandır və inkardadır. Doğru cavab olur D variantı. Gələcək zaman şəkilçiləri verildiyi variantı müəyyən edin. Acaq, əcək gələcək zaman şəkilçisidir. Bir də ar, ər. Doğru cavab olur A bəndi, A variantı. Hansı cümlədə feil indiki zamandadır? Skamyada yaşlı bir kişi oturmuşdu. Keçmiş zamandır. Bu yağışdan sonra güllər bitər. Bu yağışdan sonra güllər bitər. Gələcək zamandır. İdman müəllimimiz cavandır. İdman müəllimimiz cavandır. Burada ümumiyyətlə biz feil görmədik. Aynur həyətdə pişiklə oynayır. Ir, ir, ur, ür. İndiki zamanın şəkilsi doğru cavab olur. D variantı. Baxaq 7-ci sualımıza. Cümlədəki feil haqqında hansı fikir yanlışdır? Hökümdar qocaya böyük bir ərazi təklif etdi. Təklif etdi. Feildir. Baxaq. Üçüncü şəxsin təkindədir. O təklif etdi. Bəli, üçüncü şəxsin təkindədir. Nə etdi? Sualına cavab verin. Nə etdi? Təklif etdi. Doğrudur. Təsdiqdədir. Doğrudur. İndiki zamandadır. Xeyr. Keçmiş zamandadır. Yanlış olan olur. D variantı. Keçmiş zamanda işlənmiş feil hansı cümlədədir? Uşun balası budaqdan yerə düşdü. Keçmiş zamandır. Bizə də keçmiş zamanda işlənmiş feil hansı cümlədədir? Elə A variantıdır. Balıq suda yaşayır. Bu indiki zamandır. Ayak səsi eşidilir. Burada D sizi dil çaşdırmasın. Eşitmək feilidir bu. İr burada indiki zamandır. Bu barədə danışacağıq. Bu artıq olur gələcək zaman. Oxunmadı feili haqqında hansı fikir səhvdir? Təsdiqdədir. Mamə varsa inkardadır. Elə yanlış olur A bəndi. Üçüncü şəxsin təkindədir. O oxumadı. O oxumadı. Üçüncü şəxsin təkindədir. Keçmiş zamandadır. D, duydu. Bəli. Keçmiş zamandadır. Nə etdi? Sualına cavab verdi. Oxumadı. Nə etdi? Oxumadı. Doğrudur. Sonra 10-cu tapşırıqda deyir ki, feilləri uyğunlaşdırın. Uyğunlaşdıraq. İndiki zaman, keçmiş zaman, gələcək zaman. İndiki zamanda olur yazır. Oxudu, keçmiş zamandır. Baxdı, keçmiş zamandır. Danışacaq, gələcək zamandır. Cücərdi, keçmişdi.
Verer gelecektir. Yaşayacak. Gelecektir. Deyir. Deyir indiki zamandır. Saxlayır. Saxlayır da indiki zamandır. Baxırıq 11-ci tapşırığa. Feilləri tələb olunan zamanda işlədərək cümlə qurun. Baxaq. Müxtəlif meşə, quş, yaşamaq. Burada feil yaşamaqdır. Və deyir indiki zamanda işlədin. Cümləmizi necə qura bilərik? Meşədə müxtəlif quşlar yaşayır. Yaşayır. Sonra əkmək, çiyələk, bağça, babam. Keçmiş zaman işlərin deyir. Feil burada əkməkdir. Babam bağçada çiyələk əkdi. Bir də həmişə diqqət edin əziz şagirdlər. Cümlə hər zaman böyük hərflə başlayır. Buna diqqət edin. Uşaqlar gün, bütün, futbol, oynamaq. Oynamaq bizim feilimizdir. Gələcək zamanda işlətməliyik. Uşaqlar gün, bütün, futbol, oynamaq. Belə yaza bilərik. Uşaqlar bütün gün, bütün günü futbol oynayacaklar. Oynayacaklar. Aha. Baxaq 12-ci tapşırığımıza. 4-dən biri fərqlidir. Baxır, indiki zamandır. Danışır, indiki zamanda. Rənglədi, keçmişdi. Silir də indikidir. Fərqli olan oldu C. Razılaşdı, keçmişdi. Yanaşır, indikidir. Göstərdi, keçmişdi. Qorxdu, keçmişdi. Fərqli olan hansı oldu? B. İndiki. 3'ü keçmişdi, biri indiki zamandadır. Yağacaq, gələcəkdir. Yapışır, indikidir. Çırpacaq, gələcək zamandadır. Tökəcək, gələcək zamandadır. Fərqli olan oldu B. İndiki zamanda olan feil. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.